Tehran Toptancılar Birliyinin sədri Əkbər Yavərinin 3 gün əvvəl yayılmış açıqlaması ölkədə və xaricdə əsil qalmaqala səbəb olub. İranda Barforuşan adlanan toptancılar meyvə və tərəvəzin topdan satışı ilə məşğul olurlar. Yəni onlar kənd təsərrüfatı məhsullarını fermerlərdən alıb ambarlarda saxlayır, sonra topdan və pərakəndə satış bazarlarına paylayırlar. İndi həmin şəxsləri öz sıralarında birləşdirən təşkilatın rəhbəri bildirir ki, İran bazarında satılan və bəzi ölkələrə ixrac olunan sitrus meyvələri zəhərlidir. Əkbər Yavəri deyib ki, bu səbəbdən həmin məhsulların satıldığı Azərbaycan, Özbəkistan və Rusiya İrandan sitrus meyvələrinin idxalını dayandırıb. Yavəri bildirib, süni rənglənmiş portağalların aşkarlanması həmin ölkələrin bu sahədə İranla ticarət əlaqələrini kəsməsinə və sitrus meyvələrinin alınması üçün Misir və bəzi Afrika ölkələrinə üst tutmasına gətirib çıxarıb. Əkbər Yavərinin sözlərinə görə, bu qərarın səbəbi İranın ixrac etdiyi portağallarda zəhərli sənaye boyalarından istifadə hallarının aşkarlanması olub. Bu məsələ təkcə istehlakçıların sağlamlığını təhdid etmir, həm də İran meyvə brendinin qlobal bazarlardakı nüfuzunu şübhə altına alır deyə Yavəri əlavə edib. O həmçinin vurğulayıb ki, İran yaxın şərqdə əsas sitrus meyvələri istehsalçılarından biri hesab edilsə də, 3 qonşu ölkə tərəfindən İran portağal və mandarinlərinin idxalına qoyulan qadağa daxili bazara da ağır zərbə vurub. Müsahibədə Əkbər Yavəri ölkənin şimalında Mazandaran əyalətində istehsal olunan portağalların sənaye boyalarından istifadə etməklə qanunsuz olaraq emal edildiyini söyləyib. Onun sözlərinə görə, İranın Kənd Təsərrüfatı və Səhiyyə Nazirlikləri tərəfindən ölkənin şimalındakı çeşidləmə mərkəzləri, yəni meyvələrin ayırma və qablaşdırma məntəqələri üzərində heç bir nəzarət yoxdur. Bu nəzarət boşluğu meyvənin keyfiyyətinə və ya sağlamlığına zəmanət vermədən süni rənglənmə ilə onun görünüşünün daha aldadıcı hala gətirilməsinə səbəb olub. Problemin erkən yığım və sənaye boyalarından istifadə kimi 2 amil ilə əlaqədar olduğunu bildirən Yavəri deyib, ölkənin şimal bölgələrində portağal və mandarinlər vaxtından daha tez yığılır. Bu zaman meyvənin dadı və şəkər tərkibi hələ istənilən səviyyəyə çatmır. İstehsalçılar meyvənin yetişməmiş rəngini kompensasiya etmək üçün kimyəvi boyalardan istifadə edirlər və bu səbəbdən bazara cəlbedici görünən, lakin keyfiyyətsiz məhsul çıxarılır. O, bu cür qalmaqalların beynəlxalq səviyyədə baş verməsinin qarşısını almaq üçün meyvə rənglənməsinin yalnız icazə verilən qida maddələri ilə və düzgün yığım vaxtında aparılmalı olduğunu vurğulayıb. Əkbər Yavəri qanun pozuntularının bütün ixracatçıların itirilməsinə səbəb olmaması üçün kənd təsərrüfatı məhsullarının sağlamlığına nəzarət sistemini mümkün qədər tez aktivləşdirməyə çağıraraq deyib, bu məsələ yalnız sağlamlıqla bağlı deyil, həm də milli və iqtisadi məsələdir. Bazarda etimadı itirdikdən sonra onu bərpa etmək çox çətin olacaq. İran qlobal sitrus bazarını itirmək təhlükəsindən üzləşib. İndi Misir kimi rəqib ölkələr Rusiya və Mərkəzi Asiya bazarlarında bizi əvəz edir. Geniş rezonans doğuran və sosial mediada çeşidli müzakirələrə səbəb olan bu açıqlamadan sonra növbəti qalmaqallı hadisə baş verib. Belə ki, haqqında danışılan Əkbər Yavəri dünən İSNA İnformasiya Agentliyinə verdiyi açıqlamada özünün dediyi sözləri şayə adlandırıb və özünü təkzib edərək deyib. Bu iddia ümumiyyətlə düzgün deyil. İndi yayılan müsahibə təqribən 40-50 gün əvvələ aiddir. Bilmirəm indi niyə yenidən təkrar yayılıb. Görünən odur ki, Əkbər Yavəri böyük diqqət çəkən açıqlamasına görə rəsmi qurumların təzyiqinə məruz qalıb və öz sözlərini geri götürməyə məcbur olub. Bir də ki, müsahibənin bir gün yaxud bir ay əvvəl verilməsi onun mahiyyətini dəyişmir və 3 ölkəyə, o cümlədən Azərbaycana zəhərli İran meyvələrinin satılması və bu səbəbdən ondan imtina edilməsi faktını dəyişmir. Qeyd edək ki, bu, müxtəlif ölkələrin insan sağlamlığı üçün ziyanlı və təhlükəli olan İran məhsullarının idxalına qadağa qoyması ilə bağlı yeganə fakt deyildir və son 10 ildə elə İran mətbuatının özündə bununla bağlı çoxsaylı faktlar əksini tapıb. Məsələn, bu ilin oktyabr ayında Omanda İrandan idxal olunan mineral sudan 2 nəfərin zəhərlənərək ölməsindən sonra bu ölkə həmin suyun alışına qadağa qoyub. Bununla bağlı Oman Kənd Təsərrüfatı Nazirliyinin rəsmi əmri İran mediasında da dərc olunub. Tehran sözü gedən suyun zəhərli olmadığını iddia etsə də, daha sonra Birləşmiş Ərəb Əmirlikləri də eyni addım atıb və İrandan mineral su idxalını qadağan edib. Bundan əvvəl Oman İrandan alınmış 300 ton qarpız və yemişin təhlükəli zəhərli maddələrə malik olması səbəbindən ölkəyə girişinə imkan verməyib və İrana geri qaytarıb. Bu məsələ bəzi İran rəsmiləri tərəfindən təsdiq olunub və baş verən qalmaqala görə ölkənin Qida Təhlükəsizliyi Təşkilatı ittiham edilib. Həmin fakt İranın Qətərə kənd təsərrüfatı məhsulları ixracına da mənfi təsir göstərib. Bu ilin may ayında İranın nüfuzlu CNN agentliyi bu mövzuda geniş hesabat dərc edib və ölkədəki zəhərli gübrələr mafiyasının İranı biabır etdiyini bildirib.
Agentlik yazıb, İran kənd təsərrüfatı və emal sənayesini inkişaf etdirmək üçün geniş səylərə baxmayaraq, icazəsiz pestisidlərin istifadəsi səbəbindən məhsulların geri qaytarılması böhranı davam edir. Bu problem təkcə ölkə iqtisadiyyatına zərər vurmur, həm də əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır. Hesabatda İran məhsullarının bir-birinin ardınca müxtəlif ölkələrdən geri qaytarılması ilə bağlı çoxsaylı faktlar öz əksini tapıb. O cümlədən Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Özbəkistan, Pakistan, İraq, Türkmənistan, Belarus və s. kimi ölkələrin İran kənd təsərrüfatı məhsullarını zəhərli olması səbəbindən geri qaytarması ilə bağlı faktlar və rəqəmlər verilib. Həmçinin Hindistanın İrandan idxal olunan kividən imtina etməsi ilə bağlı geniş hayküy doğurmuş olaydan bəhs edilib. O da məlumdur ki, Avropa ölkələri zəhərli olduğu üçün 30 ildir İrandan kənd təsərrüfatı məhsulları almır. Avropanın aparıcı media qurumlarından biri isə bu mövzuda dərc etdiyi hesabatda İranın kənd təsərrüfatı məhsullarını qonşular və İran əhalisi üçün zəhər adlandırıb.